Salam, hər vaxtınız xeyir. Azərbaycan televiziyasının efirindən Aslı və Xəbərin saat 16 olan buraxılışını təqdim edirik. Studiyada Cavid Sadıqovdur. Əvvəlcə anonslar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndinin sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırdılar. Su qovuşanda yeni mənzillərə köçən sakinlərə evlərin aşarları təqdim edildi. Ruben Vardanyanın cinayət işi üzrə baxış iclası davam edir. Bu dəfə şahidlər Vardanyanın Qarabağdakı əməllərindən danışdılar. Fransızların bugün Almanca danışmamasının tək səbəbinin ABŞ olduğunu xatırlayın və buna görə ölkəmizə minnətdar olun. Ağ Ev Azadlıq heykəlinin Fransaya qaytarılması tələbinə cavab verdi. Bakıda narkoşəbəkə üzrə saxlanıldı. 3 kiloqrama yaxın heroin, tiryək, marixuana və yüzlərlə psixotrop tərkibli həv aşkarlandı. İndi isə ətraflı təqdim edirik. Bugün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurmadan sonra açılışında iştirak ediblər. Biz indi Qarabağa doğru çox rahat hərəkət edirik. Bu birincisi hərbi, siyasi və təhlükəsizlik amilləri, ikincisi isə bölgənin infrastrukturu ilə bağlı məsələdir. Vətən müharibəsindən dərhal sonra bölgənin bərpasına yolların bərpası ilə başlanıldı. Səbəb aydın idi. Bu bölgənin sürətli bərpası və hərbi təhlükəsizliyin təmin olunması üçün zəruri idi. Qarabağ və Şərqi Zəngəzurda bu vaxta qədər ümumi uzunluğu 3400 kilometrə yaxın olan 44 avtomobil yolu layihəsi icra edilib və ya icra edilməkdədir. Eyni zamanda 28 tunel, 392 körpü və 9 viaduktun tikintisi tamamlanıb. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Salih Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 km, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yolda nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb. Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması da belə mühüm layihələrdən biridir. Həyata keçirilən yenidən qurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək. Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib.
Bugün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Həsənriz kəndində bura köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Sonra dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqanı alovlandırıblar. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər. Dövlətimizin başçısı və birinci xanım Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında da iştirak ediblər. Bunlarla bağlı hazırlanan geniş reportaja bugünkü proqramımızda baxa bilərsiniz. Birinci vitse-prezident Mehriban Əliyeva Ağdərədən sosial şəbəkə hesablarında paylaşımda deyilir. Ağdərə rayonu Həsənriz kəndi. Uca Allah hər kəsə möhkəm can sağlığı, bol sevinç, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi bərəkət bəxş etsin. İlaxır çərşənbəniz mübarək. Laçında İlaxır çərşənbə münasibəti ilə bayram tonqal alovlandırılacaq. Hazırda tədbirə hazırlıq gedir. Əməkdaşımız Vüsalə Məmmədzadə bizimlə birbaşa bağlantıdadır. Vüsalə, əhval-ruhiyyə necədir? Bunu sizdən eşitmək istərdik. Buyurun, siz efirdəsiz. Bəli, əsl yaz, bayram ab-havasını yaşayan Laçındayıq bu dəqiqə və Laçının Sus kəndindəyik. Biz səhər saatlarından etibarən Laçına üz tutmuşuq və burada olmağımızın məqsədi isə məhz Laçında Novruz hazırlıqlarını çəkmək və sizə göstərməkdir. Hal-hazırda biz Laçının Sus kəndində bir ailədəyik. Hansı ki, o ailə artıq bir ildir ki, Laçına köçübdür və Novruz bayramı ərəfəsində və İlaxır çərşənbədə illər öncə həyata keçirdikləri adət-ənənəni bugün də yaşadılar. Elə istəyirəm Zinət xanıma yaxınlaşaq ki, məsəl hal-hazırda Zinət xanım qovurğa hazırlayır və sacın üstündə hazırlayır. Zinət xanım, niyə məhz İlaxır çərşənbədə qovurğa hazırlayır? Bununla bağlı istəyirəm sizdən soruşam və biz Novruz adətlərini istəyirik sizdən soruşaq. Bu bizdə adət-ənənədir ki, bu İlaxır çərşənbədə biz o vaxtdan ulu nənələrimizdə, babalarımızda görmüşük ki, İlaxır çərşənbədə sac qoyub üstünə qonum, qonşu yığılar, qovurğa qovurar. Bu ən gözəl gündür. Allahın böyüklüyünə şükür. Bu gün Sus kəndində, Laçında qovurğa qovururuq. Öz torpaqlarımızdayıq. Allah şəhidlərimizə rəhmət eləsin qızım. Qazilərimizə can sağlığı versin. Allah prezidentimizin canını sağ eləsin ki, bizi gətirdi. Bu sevinci bizə yaşatdı. Siz də çox sağ olun ki, əziyyət çəkib gəlib belə bu çəkilişləri davam eləyirsiniz. Bizə çox xoşdur. Bir anamız da yanımızdadır. O Gülxarə xanımdır ki, hansı ki, o da bizə Laçın Novruza necə hazırlaşır, bu haqda qısa məlumat verəcək. Elə Ziniyyətin dediyi kimi bizdə də eyni kətdənik. 32 il bu həsrəti gözləmişik ki, öz kəndimizdə, o öz doğma, Azərbaycanın hər yeri bizə doğmadır. Amma doğulduğun kənd başqadır. Arzu eləmişik ki, ilk ilimizi qovurğa qovuraq, buğda qovuraq, torba atırlar uşaqlar evlərə axşam olanda. Bu sevinci Allah bizə yaşadanı ömür boyu sevindirsin qızım. Ömür boyu. Prezidentimizə can sağlığı arzulayıram. O mənim ürəyimdir. Bir dəfə də demişəm televiziyada. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 32 ilin həsrətinə bizə qovuşdudu. Allah ona dəyməsin. Siz də var olun, siz də sağ olun. Vətənin qədrini qarış-qarış gəzən bilər. Deyir, vətənin qədrini, elin qədrini. Onu qarış-qarış gəzəndən soruş. Çiçəyin ətrini, gülün ətrini, onu minnaz ilə üzəndən soruş. Şükür bu günümüzə ki, bizi bura qovuşduran Allaha da min şükür, prezidentimiz də sağ olsun. Siz də var olun ki, gəlib bizi işıqlandırırsınız. Çox sağ olun, sizdən çox razıyım. Çox sağ olun Günay xanım. Bax belə, hələ ki bizim Sus kəndindən sizə verəcəyimiz məlumatlar bunlar idi. Axşam saatlarına doğru isə Həkəri çayının sahilində
bayram tonqalı qalınacaq. Oradan da sizə xəbərlərimiz olacaq. Hələ ki bizdən bu qədər, söz sizdədir, əsas studiyada. Çox sağ olun Vüsalə. Biz də fürsətdən istifadə edib sizi və Laçın sakinlərini ilaxır çərşənbə münasibəti ilə təbrik edirik. Davam edirik. Ermənistan yenə təxribat törədib. Ardıcıl 3 gündür ki, ordumuzun mövqeləri atəşə tutulur. Bugün saat 08:55-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan atəşə tutub. Məlumatı Müdafiə Nazirliyi yayıb. Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Baş Naziri Ofisinin reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən bəyanatını rədd edib. Nazirliyi mətbuat katibi Ayxan Hacızadə bildirib ki, atəş açılması hallarına, eləcə də Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir. Bu cür təxribatlara son qoymaq əvəzinə Ermənistanın irəli sürdüyü qeyri-mümkün təkliflərin heç bir əsası yoxdur. Əgər Ermənistan hökuməti sülh gündəmini rəhbər tutursa, kütləvi hərbiləşmənin sülhə necə xidmət etdiyi barədə izahat verməlidir. O da vurğulanıb ki, bu ölkə Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiya dəyişikliyi edilməsi barədə rəsmi Bakının çağırışına məhəl qoymur. Kommunikasiyaların açılması məsələsinə gəldikdə isə Ermənistan öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə praktiki addımlar atmalıdır deyə Ayxan Hacızadə bildirib. Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi bu gün də davam edir. Bakı məhkəmə kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vardanyan sərbəst ifadə verməyib, sualları cavablandırmaqdan imtina edib. Məhkəmə prosesində zərər çəkənlər də iştirak edirlər. Açıq məhkəmə iclasında təqsirləndirilən şəxs tərcüməçi habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Sosial şəbəkələrin xarici segmentində Azərbaycanın dövlət sərhədində güya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla Azərbaycan ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə video görüntülər yayılıb. Faktla əlaqədar Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi başlanılıb. Məlum olub ki, 18 yaşlı Səməd Rüstəmov fevralın 27-sində Gədəbəy rayon ərazisində Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin video çəkilişini aparıb və qanunla yayılması qadağan olunan bu video materialı martın 15-də özünün TikTok sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Bundan sonra həmin video görüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid video kadrlar əlavə olunub, həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi kimi nümayiş etdirilib. Görülən tədbirlərdən Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunub. Xarici xəbərlərə keçid alırıq. Ukrayna Silahlı Qüvvələri qurudan Belqrada doğru hücum ediblər. Rusiyanın Telegram kanallarının məlumatına görə Ukraynalı hərbçilər sərhədi yararaq Belqrada daxil olmağa cəhd edib, lakin onların qarşısı alınıb. Bununla belə vilayətin qubernatoru Vyacheslav Gladkov Belqradda vəziyyətin mürəkkəb olaraq qaldığını bildirib. Gladkovun sözlərinə görə yaşayış məntəqələrinə 5 artilleriya hücumu həyata keçirilib, 29 mərmi atılıb və 49 dron zərbəsi endirilib, onlardan 12 vurulub. Pilotsuz uçuş aparatlı qalıqları vilayətdəki Atlant Ticarət Mərkəzinin binasını zədələyib. Binada yanğın baş verib. Hücum nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir. Bundan əlavə vilayətdə xidməti avtobus partladılıb. Nəticədə 2 qadın olmaqla 3 nəfər xəsarət alıb. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Ukraynalı həmkarı Volodimir Zelenski ilə Oval Kabinetdə mübahisəsinin Ukraynaya təzyiq strategiyasının bir hissəsi kimi planlaşdırıldığını təsdiqləyib. Amerika prezidenti bunu jurnalistlərlə söhbəti zamanı deyib. Biz Ukraynanı düzgün addım atmağa məcbur etməliydik. Bu asan vəziyyət deyildi. Siz Oval Kabinetdə kiçik bir səhnə gördünüz. Amma düşünürəm ki, onlar indi düzgün iş görürlər və biz atəşkəs, sonra isə sülh razılaşması əldə etməyə çalışırıq. Qəzza zolağında yanvarın 19-da atəşkəs elan olunması ilə başlayan nisbi sakitlik artıq
başa çatıb. Belə ki, atəşkəsin davam etməsi ilə bağlı Dohadakı danışıqların uğursuzluqla nəticələnməsindən sonra İsrail ordusu Qəzzada geniş miqyaslı hərbi əməliyyatları bərpa edib. Əməliyyatların yenidən başlanması girovluqda saxlanılan İsraillərin həyatı ilə bağlı ciddi narahatlıqlara səbəb olub. İsrail ordusunun Qəzzaya kütləvi aviazərbələri nəticəsində həlak olanların sayı durmadan artır. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə anklavın cənubu, şimalı və mərkəzinə hava hücumlarında ölənlərin sayı 400 nəfərə ötüb. Onların əksəriyyəti qadınlar və uşaqlardır. 500-dən çox sakin yaralanıb. Dağıntılar altında qalanlar olduğundan tələfat sayının artacağı istisna edilmir. Ərəb mediasının xəbərinə əsasən ölənlər arasında Həmas hökumətinin 4 rəsmisi də var. İsrail vətəndaşlarının, ailələrin, qaçırılmış şəxslərin ən böyük qorxusu reallığa çevrildi. İsrail hökuməti girovlardan imtina etməyi seçdi. Girov və etkin düşənlərin ailələrinin forumu bu bəyanatla çıxış edib. Qəzzada saxlanılan 59 girovun taleyindən narahat olan İsraillilər Təl-Əviv və Qüdsdə etiraz aksiyaları keçiriblər. Onlar hökumətdən atəşkəs rejiminə və Həmasla danışıqlara qayıtmağı tələb ediblər. Bu fəlakətdir, çünki qaçırılmış şəxslər Qəzzada saxlanılır. Onlar birbaşa və ya Həmas vasitəsilə ziyan çəkə bilərlər. Bu yaxşı heç nə vəd etmir. Sadəcə olaraq hökumətin daha bir uğursuzluğudur. Əgər döyüşlər qarşıdakı həftələrdə davam etsə, orada qalan girovların aqibətinin necə olacağını bilmirəm. Bu bizim üçün fəlakətdir. Qəzzadan gələn son xəbərlər də girovların həyatının təhlükədə olduğunu deməyə əsas verir. Hərəkata yaxın mənbələr iddia edir ki, İsrail hərbi hava qüvvələrinin Qəzza zolağına kütləvi zərbələri nəticəsində bir İsrailli girov həlak olub, ikisi yaralanıb. Həmas bununla bağlı hələ ki rəsmi açıqlama verməsə də, bir qədər əvvəl yaydığı bəyanatda bildirib ki, İsrailin hərbi əməliyyatları bərpa etməsi girovlara ölüm hökmü çıxarmasına bərabərdir. Fərda Abbasova, ASTV Xəbər. İsrail ordusu Suriyanın Dəra şəhərinə də hava zərbələri indirib. Yerli medianın məlumatına görə döyüş təyyarələri şəhərdəki 12 və 132-ci briqadaları hədəf alıb. Hadisə zamanı azı 2 dinc sakin həlak olub, 19 nəfər isə xəsarət alıb. Tələfatın artacağı istisna edilmir. Xatırladaq ki, İsrail ordusu Suriyada Əsəd rejiminin süqutundan sonra əməliyyatları intensivləşdirib. Suriya və Livan arasında atəşkəs əldə olunub. İki ölkənin müdafiə nazirlərinin imzaladığı razılaşma hərbi koordinasiyanın gücləndirilməsi, gərginliyin azaldılması və sərhəd bölgəsində növbəti döyüşlərin qarşısının alınmasını nəzərdə tutur. Həmçinin iki ölkə sərhədində vəziyyətin pisləşməməsi və günahsız mülki şəxslərin həlak olmaması üçün Livan və Suriya ordularının kəşfiyyat bölmələri arasında əlaqələrin davam etdirilməsi razılaşdırılıb. Qeyd edək ki, iki ölkə arasında gərginlik 3 Suriyalı hərbçinin Hizbullah hərəkatının silahları tərəfindən qətlə yetirilməsindən sonra artıb. Fransa polisi sığınacaqla təmin olunmadıqları üçün 3 aydır ki, paytaxt Parisdəki mədəniyyət mərkəzində məskunlaşmalı olan miqrantları ərazidən uzaqlaşdırıb. Mərkəzin qarşısına toplaşan yüzlərlə etirazçı miqrantların köçürülməsinə qarşı çıxıb, aidiyyatı qurumların təxliyə planı əleyhinə şüarlar səsləndirib. Mühacirlərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olmasa da, polis etirazçılara gözyaşardıcı qaz tətbiq edib. Köçürüldükləri binada çarəsizlikdən qalmalı olduqlarını deyən miqrantlar Fransanın onlara bu cür davranmağa mənəvi haqqının olmadığına diqqət çəkiblər. Polşa və Baltikyanı ölkələr piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottawa konvensiyasından çıxmağa qərar verib. Polşa, Estoniya, Latviya və Litvanın müdafiə nazirləri bununla bağlı birgə bəyanat yayıb. Sənəddə qeyd olunur ki, Rusiya və Belarusla həmsərhəd olan NATO ölkələrinə qarşı təhdidlər ciddi şəkildə artıb. Odur ki, silahlı qüvvələrin mövcud vəziyyətdə NATO'nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni silah sistemlərindən sərbəst istifadə edə bilməsi olduqca önəmlidir. 160-dan çox dövlətin üzv olduğu Ottawa konvensiyasından çıxmaq bu 4 ölkəyə mina tədarük etməyə icazə verəcək. Bu qərarla biz aydın bir mesaj veririk. Ölkələrimiz təhlükəsizliklə bağlı öz ehtiyaclarını ödəmək üçün bütün zəruri addımları ata bilər və buna hazırdır deyə birgə bəyanatda vurğulanıb.
Somalinin paytaxtı Moqadişuda terror aktı törədilib. Hədəf ölkə başçısı olub. Prezident Hasan Şeyx Mahmudun olduğu avtomobil karvanı yoldan keçərkən partlayış baş verib. Hadisə dövlət başçısının iqamətgahı yaxınlığında qeydə alınıb. Ölən və yara alanlar barədə hələ ki məlumat yoxdur. Prezidentin vəziyyətinin yaxşı olduğu, onun təhlükəsiz yerə aparıldığı bildirilir. Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma üzərinə götürməyib. Azadlıq heykəli Amerika Birləşmiş Ştatlarında qalacaq. Bu bəyanatla Ağ Evin mətbuat katibi Caroline Levitt, Avropa Parlamentinin üzvü Rafael Glucksmannın abidənin Fransaya qaytarılması tələbinə cavab olaraq deyib. Ağ Evin mətbuat katibi Rafael Glucksmannı naməlum aşağı səviyyəli fransız siyasətçi adlandırıb. Fransızların bugün Almanca danışmaması yalnız Birləşmiş Ştatlar sayəsindədir deyən ABŞ prezidentinin nümayəndəsi əlavə edib ki, fransızlar bunun üçün Vaşinqtona çox minnətdar olmalıdırlar. Belə bir şərhlə Levitt, 2-ci Dünya müharibəsi zamanı Fransanın nasist işğalından azad edilməsində ABŞ-nin rolunu xatırlatmaq istəyib. Hindistanda bütpərəstlərlə müsəlmanlar arasında gərginlik yenidən artıb. Moğol imperatoru Sultan Övrəngzibin məqbərəsinin sökülməsini tələb edən bütpərəstlərin Qurani Kərim nüsxəsini yandırması müsəlmanları ayağa qaldırıb. Naqpur şəhərində qeydə alınan ixtişaşlarda aralarında 20-dən çox polis də olmaqla onlarla insan xəsarət alıb. Toqquşmalar nəticəsində evlərə və avtomobillərə də ziyan dəyib. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, komendant saatı elan olunub. 4-dən artıq insanın bir yerə toplaşması qadağan edilib. Son insidentlə əlaqədar azı 65 nəfər polis tərəfindən saxlanılıb. Yerli medianın məlumatına görə Moğol imperiyasına hökmdarlıq etmiş Sultan Övrəngzib Aləmgirin məqbərəsinin sökülməsini tələb edən bütpərəstlər onun şəkli ilə şərti məzarını və Qurani Kərim nüsxəsini yandırıblar. Bu isə müsəlmanları ayağa qaldırıb. Bir qrup etirazçı evlərə ziyan vurub, avtomobilləri yandırıb. Polis ixtişaşlara müdaxilə edib. 1707-ci ildə dünyasını dəyişən Sultan Övrəngzib radikal bütpərəstlərlə yanaşı əvvəllər Hindistanın millətçi baş naziri Narendra Modinin də hədəfində olub. O, Övrəngzibin öz səltənəti dövründə hinduizmi boğmağa çalışdığını və çox başlar kəsdiyini iddia etmişdi. Xəzir Əbdüləliyev, Orxan Qayıbov, ASTV Xəbər. Yerli xəbərlərlə davam edirik. İşğaldan azad olunmuş ərazilərdə ilaxır çərşənbə münasibəti ilə təntənəli tədbirlər keçirilir. Tədbirlərdən biri Xankəndidə təşkil olunub. Əməkdaşımız Sədaqət Süleyman hazırda Xankəndinin mərkəzindən bizimlə birbaşa bağlantıdadır. Sədaqət, oradakı Novruz ab-havasını bizə və tamaşaçılarımıza ötürməyinizi sizdən xahiş edirəm. Buyurun, efirdəsiz. Novruz bayramının gəlişi ilə əlaqədar Xankəndi şəhərində silsilə tədbirlərin təşkili nəzərdə tutulur. Biz hazırda Qarabağ Universitetinin qarşısındayıq və burada da tədbirlər baş tutacaq. Bir qədər sonra artıq son hazırlıq işləri görülür. Qarabağ Universitetinin tələbələri ilk dəfə olaraq Novruz bayramını məhz Xankəndidə qeyd eləyəcəklər. Daha ətraflı məlumatı isə Xankəndi Universitetinin mətbuat xidmətinin rəhbəri Aytən Quliyevadan alacaq. Aytən xanım, xoş gördük, bayramınızı təbrik edirik. Hansı belə deyək də proseslər burada baş tutacaq və tələbələr necə hazırlaşıblar? Buyurun. Təşəkkür edirəm sizə. Bayramınız mübarək olsun. Qarabağ Universitetində, Xankəndi şəhərində bugün ilk dəfə böyük sevinç və məmnunluq hissi ilə Novruz bayramı tədbirini təşkil edirik. Tədbirimiz tələbələrimizin repertuarında fərqli səhnəciklər və musiqi nömrələri ilə birlikdə olacaqdır. Tələbələrimiz böyük qürurla, böyük sevinç hissi ilə bugünkü tədbirə artıq hazırdılar. Çox sağ olun, təşəkkür edirik ətraflı məlumat üçün. Qeyd etdiyim kimi Xankəndi şəhərində müxtəlif istiqamətlərdə tədbirlərin təşkili nəzərdə tutulur. Belə bizim çatdırmaq istədiyimiz məlumatlar bunlar idi. Buyurun, söz yenidən sizdədir. Çox sağ olun Sədaqət, təşəkkür edirik Xankənddəki bayram ab-havasını olduğu kimi çatdırdığınıza görə. Hörmətli tamaşaçılar, indi biz yenidən Laçına bağlanırıq. Şəhərdə ilaxır çərşənbə münasibəti ilə bayram tonqalı alovlandırılacaq. Hazırda tədbirə hazırlıq gedir. Əməkdaşımız Vüsalə Məmmədzadə bizimlə birbaşa bağlantıdadır. Vüsalə, əhval-ruhiyyə necədir? Buyurun, təfərrüatlar sizdə.
Bəli, elə məşhur mahnıda deyildiyi kimi can Laçındayıq, qürurlu Laçındayıq. Bəli, işğaldan azad olunmuş ərazilərimizdə bayram günləri, xüsusilə də Novruz bayramı və İlaxır Çərşənbə xüsusi təntənə ilə keçirilir və biz də Laçındayıq, Həkəri çayının sahilində. Burada da gördüyünüz kimi yarmarka təşkil olunubdur və axşam saatlarına doğru bax bu gördüyünüz tonqal qalanacaq və tonqalın ətrafında da İlaxır Çərşənbə qeyd olunacaq. Və bu yarmarka haqqında istəyirəm qısa məlumat verim ki, bir çox burada ənənələrimiz nümayiş olunur. Məsələn, milli geyimlərimizi siz burada görürsünüz ki, operatorumuz Mirəziz Mirəlioğlu indi hal-hazırda sizə göstərir. Məhz burada bizim milli ornamentlərlə bəzədilmiş milli geyimlərimiz rəngarəng şəkildə sizə təqdim olunur. Özünüz də gördüyünüz kimi məhz atributlar var ki, Novruza aid ki, hansı ki o heykəlciklər də artıq hazırlanır. Bayram əhval-ruhiyyəsini yaratmaq üçün artıq onları da qoyulur və burada kilimləri, xalçaları görürsünüz ki, məhz Novruz bayramının abu-havasını bizə çatdıran xüsusi məqamlardan biridir. Mütəkkələr, nimdarlar var ki, məhz bunlar da məhz Novruzun abu-havasını bizə çatdırır, İlaxır Çərşənbənin bizə çatdırır və xalçalarımız var ki, məhz Qarabağ xalçalarıdır ki, bu da məhz bu milli geyimlərin əsnasında, milli geyimlərin fonunda məhz burada təqdim olunur. Və qeyd etdim ki, bizim tonqal artıq hazırdır yandırılmağa və axşam saatlarında artıq tonqal qalanacaq və tonqalın ətrafında insanlar bayramı qeyd edəcəkdir. Bununla yanaşı yarmarkadan deyim ki, yarmarkada özünə məxsusluğu ilə seçilir burada. Buradakı yarmarkada sırf olaraq Laçına xas nemətlər, təamlar da təqdim olunur. Bununla yanaşı eyni zamanda burada əl işləri, ustad dərslərinin nümunələri, yaradıcılıq nümunələri də təqdim olunur ki, bu da diqqət çəkən məqamlardan biridir bu Həkəri çayının sahilində, yarmarka içərisində. Hələ ki, hamı işləyir, hamı iş başındadır. Axşamki bayram konsertinə, bayram tədbirinə hazırlaşır. Hələ ki, bizim sizə söyləmək istədiklərimiz məhz Həkəri çayının sahilindən bu qədər söz sizdədir əsas studiyada. Çox sağ olun Müsalə, təşəkkür edirəm sizə çatdırdığınız ətraflı məlumatlara görə. Davam edirik. Bakıda Türkman irsi, vətəndaş cəmiyyətlərinin həmrəyliyi forumu keçirilib. Forumda ortaq dəyərlər, tarix və mədəniyyətin izləri, gələcəyə baxış, yeni imkanlar və təşəbbüslər adlı panel müzakirələr keçirilib. Tədbirdə Türkiyə, İraq, Suriyadan olan nüfuzlu Türkman qeydiləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub, təkliflər dinlənilib. İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi 5 gündür ki, Azərbaycandadır. Heyət işğaldan azad edilmiş ərazilərə Xocalı, Xankəndi, Şuşa və Füzuliyə də səfər ediblər. Bizi türkmanlarla ortaq ədəbiyyatımız, dilimiz, dinimiz, eyni zamanda hətta melodiyalarımız birləşdirir. Amma bu ortaqlıq yalnız keçmişimizlə bağlı deyil, həm də bizim gələcəyimizi quran bir mayak olmalıdır. Bugünkü konferansın da əsas məqsədi məhz vətəndaş cəmiyyətləri arasında əlaqə yaratmaqdır. Konferans çərçivəsində 30-dan artıq Türkman qeyri-hökumət təşkilatı nümayəndələri 4 gündür ki, Azərbaycanda səfərdədir. Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmir yol xətti və körpünün tikintisi artıq yekunlaşıb. Mühüm əhəmiyyətə malik olan körpü istifadəyə verilib. Bəs indi həmin ərazidə gediş-gəliş asanlaşıbmı? Bu barədə daha ətraflı hazırda bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Ayşən Cümşüdova ətraflı məlumatları çatdıracaq. Ayşən, buyurun, təfərrüatlar sizdə. Bəli, xəbər verdiyimiz kimi uzun müddət idi ki, məhz Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü avtomobillərin gediş-gəlişi üçün tamamilə yararsız vəziyyətdə idi. Məhz qısa bir vaxtda isə artıq körpüdə söküntü işlərinə başlanıldı və artıq körpü avtomobillərin gediş-gəlişi üçün istifadəyə verilib. Göründüyü kimi artıq rahat şəkildə avtomobillər bu yol körpüdən istifadə edirlər. Məhz istifadəyə verilən körpüdəki yenidən qurma işlərindən sonra artıq körpü 4 zolaqlı olmaqla avtomobillərin gediş-gəlişi üçün yaradılıb və burada avtomobillərlə yanaşı eyni zamanda məhz piyadaların da hərəkəti nəzərdə tutulub ki, belə gördüyünüz kimi hazırda da biz dayanmışıq, elə məhz belə piyada keçidləri inşa edilib. Bu piyada keçidləri yolun hər iki tərəfində gediş-gəlişi rahatlıqla təmin edir. Onu da vurğulayaq ki, məhz uzunluğu körpünün 104 metrdir və körpü 3 aşırımdan ibarətdir.
körpünün ümumi eni isə 21,6 metrdir və 2 gediş, 2 də dönüş olmaqla 4 hərəkət zolağından ibarətdir xəbər verdiyimiz kimi və göründüyü kimi artıq avtomobillər buradan rahat şəkildə istifadə edə bilirlər. Yolda eyni zamanda məhz bütün yol hərəkəti nişanları da təmin edilib. Bəli, bizim sizə hələ ki buradan çatdırmaq istədiklərimiz bu qədərdir. Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü artıq istifadəyə verilib. Ən son məlumatları sizin diqqətinizə çatdırdıq. Qarşıdakı buraxılışlarımızda isə məhz buradakı yeniliklərlə bağlı daha ətraflı reportajımız da olacaq. Hələ ki bizdən bu qədər. Buyurun, söz yenidən sizdədir. Çox sağ olun Ayşən, təşəkkür edirəm sizə çatdırdığınız ətraflı məlumatlara görə. Qarşıdan gələn bayram tətilində şəhər sakinlərinin üst tutduğu yerlərdən biri də əyləncə məkanlarıdır. Xüsusən də dənizkənarı bulvar ərazisindəki atraksiyonlara balacaların marağı daha çoxdur. Elə bu atraksiyonlardan istifadə zamanı baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün müvafiq yoxlamalar keçirilib. Fövqəladə Hallar Nazirliyi tərəfindən bu istiqamətdə yoxlamalar aparılır. Novruz və Ramazan bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində müxtəlif məkanlarda insanların kütləvi şəkildə istifadə edəcəyi atraksiyonların təhlükəsiz istismarının təmin olunması məqsədi ilə atraksiyonlara nəzarət də gücləndirilib. Yoxlamaların həyata keçirildiyi növbəti məkan dənizkənarı bulvar olub. Monitorinq keçirilən bu dənizkənarı bulvar idarəsinin balansında olan atraksiyonlarda aparılmış monitorinq zamanı monitorinqlərin istismara yararlı olduğu müəyyən edilmişdir. Bəs görəsən vətəndaşlar necə? Atraksiyonlarda təhlükəsizlik səviyyəsindən məmnundularmı? Biz uşağımla oturanda da nəzarətçi gəldi, kəmərlə övladımı bərkitdi, yəni bütün qaydalara əməl olundu. Yoxlamalar zamanı həmçinin təhlükəsizliyin təmini məqsədi ilə atraksiyonlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb. Müəyyən edilən nöqsanların aradan qaldırılması üçün cavabdeh şəxslərə zəruri göstəriş və tövsiyələr verilib. Natiq Çıraqzadə, Emin Tağıyev, ASTV Xəbər. Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti daha 3 ay uzadılıb. Nazirlər Kabineti bu barədə qərar verib. Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcək fəsadların qarşısının alınması məqsədi ilə xüsusi karantin rejiminin müddəti 1 iyul saat 06:00-a uzadılıb. Paytaxtda narkoşəbəkə üzvü həbs edilib. Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 45 yaşlı Sadir Əliyev saxlanılıb. Ondan 3 kiloqrama yaxın heroin, tiryək, marihuana və 359 psixotrop tərkibli metadon həbi aşkarlanıb. O, ifşa edilməməsi üçün mütəmadi olaraq yaşayış ünvanlarını və əlaqə nömrələrini dəyişib. Fakt ilə bağlı cinayət işi başlanılıb. Bu gecədən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib. Məlumata görə şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 13-18 dərəcə enəcək. Şimşək çaxacaq, dolu düşəcək, dağlıq rayonlarda sulu qar yağacağı ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi gözlənilir. Qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək. İndi təqdim edəcəyimiz sujetdə Vətən müharibəsində şücaəti ilə seçilən Munis Abbasının döyüş yolundan danışacağıq. Bugün şəhidin doğum günüdür. Beyləqanda dünyaya göz açan Munis rayonun şəhidlik məqamına yüksələn 400 qəhrəmandan biridir. Ölən ölmür, ancaq şəhid olur. Burada ölən ölmür, ancaq şəhid olur. Şəhid Munis Abbaslının əlində avtomatla döyüş meydanında dediyi sözlərdir bunlar. Səmimi və xoş xasiyyəti ilə seçilən Munis uşaqlığından fiziki hazırlığı ilə seçilir. Sərbəst güləşlə məşğul olur. 2018-ci ilin aprel ayından ordu sıralarına çağırılır. Vətən müharibəsində isə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Ona xahiş elədim ki, büdcə gün mənim üçün bugün girmədə döyüşə mən pis yox görmüşəm. İstəmirəm bugün girəsən. Ata narahat olmaq. Gələcəm, o hissəni danışa bilmirəm, o hissəni elə bir təzdən yaşayıram. Çətin olsa da Munissiz dözmək, amma fəxr eləyirəm mən Munisirəm. Çünki bir dəfə də olsun o məndən kömək istəmədi. Mən özüm 18 il xidmətim var. Xidmət elədiyim uşaqlarla da bir yerdə xidmət eləyirdi.
Munisin ən böyük arzusu şəhid olmaq idi. Bu, onun son zəngliyintində də əks olunub. Özüm də özümə həmişə deyirəm ki, mən evimdə bir mələk saxlamışam, amma ana olsam da bilməmişim. Dostuna dediyi sözdür. Yəni sənin ən böyük arzun şəhid olmaqdır. İnşallah o da nəsibin olar. Bax bu cür. Amma son axırıncı ayın 13-cü günü həm yuxumu da görmüşdüm. Onun da o cür zəngi bax xışıltılı, bax xızıntılı danışırdı belə telefon əlindəki ana. Haqqı mənə halal elə. Narahat olma, hər şey yaxşı olacaq. Gülər üzü ilə tanıyardı hər kəs onu. Simasında həmişə təbəssüm olardı. Elə otağında da bizi gülər üzlü fotoları ilə qarşıladı. Munis Abbaslı 2020-ci il oktyabrın 14-ü şəhidlik zirvəsinə ucalır. Bugünsə onun dünyaya göz açdığı gündür. Yaşasaydı 25 yaşını qeyd edərdi. Oktyabr ayının 14-də qardaşım başladı 5 dəfə zəng vurmağa. Yəni tez-tez danışdıq. Bir zəngi var idi ki, yəni 12-nin yarısında qardaşım zəng vurub, mən o zəngi görməmişəm. Geri dönüş elədim, ondan sonra ona zəng çatmadı. 13-ü keçdi, oktyabrın 13-də qardaşımla əlaqə saxlaya bilmədik, danışmadıq. 14-ü yenə artıq nigarançılıq başlamışdı bizdə. Onunla fəxr eləyirəm, şəhidlərlə fəxr eləyirəm ki, nə yaxşı ki, onlar bu günləri bizə yaşatdılar. Munis Abbaslı döyüşlərdə göstərdiyi şücaətlərə görə orden və medallarla təltif olunub. Şamilə Şamil qızı Kamran İsayev, ASTV Xəbər.